Azərbaycanın ən kasıb rayonlarının adları açıqlanıb. Niyə rayonlarda kasıblaşma artır? İnsanlar rayonlar, kəndlərdən çıxıb niyə Bakıya gəlirlər? Araşdırmaya görə paytaxt Bakı ilə rayonlar arasında gəlir fərqi azı 2 dəfədən yüksəkdir. Bu da əksər iş yerlərinin, dövlət müəssisələrinin Bakıda olmasından irəli gəlir. Bəs hansı rayonlardır ki, illərdir adı kasıb rayonlar siyahısında qalıb? Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Bu statistikalar hər il dəyişsə də, bəzi rayonlar var ki, uzun illər baxımsız kasıb rayonlar siyahısında qalır. 2022-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 839 manat təşkil edib. 2023-cü ildə isə bu göstərici 921 manat olub. Ümumilikdə artım çox aşağıdır. Ən yüksək göstərici 1080 manatdır ki, bu da sadəcə paytaxt Bakıda mövcuddur. Qalan bölgələrdə isə maaşların həcmi ilə bağlı paytaxtla böyük fərq var və bu fərq 2 dəfədən də artıqdır. Belə ki, ölkədə Bakı şəhəri və Daşkəsəndən başqa heç bir rayonda əmək haqqı 800 manatdan yüksək deyil. 73 rayondan 60-ında aylıq əmək haqqları 600 manatdan aşağıdır. 4 rayonda isə maaşların həcmi 500 manatdan da aşağıdır. Bunlar maaş baxımından ən kasıb rayonlardır. Belə rayonların siyahısına Qax rayonu başçılıq edir, 451 manat. Balakən, Zaqatala və Xızı rayonlarında isə maaşlar 480-490 manat arasında dəyişir. Siyahıdakı digər rayonlarda da orta aylıq əmək haqqı 500 manat civarındadır. Beləliklə, Azərbaycanda əmək haqqının məbləğinə görə ən kasıb 10 rayonu təqdim edirik. 1. Qax rayonu, orta aylıq əmək haqqı 451 manat təşkil edir. Qax 1930-cu il 8 avqust tarixində qurulub. Rayonda bir şəhər 58 kənd var. Rayonun inzibati mərkəzi Qax şəhəridir. Bakı ilə arasında olan məsafə 345 kilometrdir. Nəqliyyat kodu 34-dür. Rayonda iş yerlərinin sayı az olsa da, turizm çox inkişaf edib. Demək olar ki, insanların əsas gəlir yeri turizmdir. Qaxın turizm obyektləri, görməli yerləri çoxdur. Bunlardan ən maraqlarından biri də İçəri bazardır. İlusu kəndi, İlusu şəlaləsi, Sumuq qala, İlusu dövlət qoruğu, Ləkit şəlaləsi, Müslüm Maqamayevin babasının dəmirçi sexi, Qaşqasay kəndində yerləşən Buzbulaq, Kürmüş məbədi, Ulu körpü, Qalaça və ya Şamil qala, Ramramay şəlaləsi, Mamırlı şəlalə, Səngər qala, Ayı dərəsi və s. bunlara aiddir. 2. Balakən rayonu, orta aylıq əmək haqqı 480 manat təşkil edir. Rayon 8 avqust 1930-cu ildə təşkil olunub. Sahəsi 423 kvadrat kilometrdir. Avtomobil nömrəsi 8-dir. Əhali sayı təqribi 100 mindən yuxarıdır. Dəniz səviyyəsindən 496 metr hündürlükdə yerləşir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik daha çox inkişaf edib. İqtisadiyyatında heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Balakən ölkənin ən çox qarğıdalı tədarük edən rayonudur. Sənayesi əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları var. 3. Zaqatala rayonu, orta aylıq əmək haqqı 480 manat təşkil edir. Zaqatala inzibati rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Rayonda bir şəhər tipli qəsəbə və 59 kənd var. Rayonun inzibati mərkəzi Zaqatala şəhəridir. Zaqatala rayonu ilə Bakı arasında məsafə 445 kilometrdir. Nəqliyyat kodu 62-dir. Ərazisi 1348 kvadrat kilometrdir. Əhalisi 126.900 nəfərdir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, tütünçülük, baramaçılıq, meyvəçilik, taxılçılıq, heyvandarlıq, həmçinin kənd təsərrüfatı məhsullarının emalı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial var. 4. Xızı rayonu, orta aylıq əmək haqqı 488 manat təşkil edir. 30 avqust 1930-cu ildə təşkil olunub. Sahəsi 1850 kvadrat kilometrdir. Dəniz səviyyəsindən 859 metr hündürlükdə yerləşir. Əhalisi təqribi 20.000 nəfərdir. Avtomobil nömrəsi 29-dur. Xızı rayonu ilə Bakı arasında məsafə 104 kilometrdir. Rayonda iş yerləri çox az saydadır. 5. Beyləqan rayonu, orta aylıq əmək haqqı 497 manat təşkil edir. 24 yanvar 1939-cu ildə təşkil olunub. Sahəsi 1131 kvadrat kilometrdir. Avtomobil nömrəsi 11-dir. Dəniz səviyyəsindən 50 metr yüksəklikdə yerləşir. Beyləqan rayonu Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habelə İran İslam Respublikası ilə həmsərhəddir. Bakı şəhəri ilə arasındakı məsafə 281 kilometrdir.
Beyləqan rayonu respublikamızın mühüm kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq və heyvandarlıq əsas yer tutur. Bununla yanaşı təsərrüfatlarda kartof, üzüm, tərəvəz, bostan məhsulları və meyvə də yetişdirilir. İstehsal olunan kənd təsərrüfatı məhsullarından taxıl, üzüm, tərəvəz məhsullarından kartof, soğan, heyvandarlıq məhsullarından ət, süd, pendir, nəhrə yağı və sairə məhsullar daxili bazarlara çıxarılan məhsullara aiddir. Rayon ərazisində 9 süd emalı sexi fəaliyyət göstərir. 6. Kürdəmir rayonu. Orta aylıq əmək haqqı 505 manat təşkil edir. Şirvan düzündə yerləşir. Şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631.5 kvadrat kilometrdir. Avtomobil nömrəsi 33-dür. Əsasən kənd təsərrüfatı rayonudur. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, habelə üzümçülük, bostancılıq və baramaçılıq mühüm yer tutur. Rayonda quşçuluq və baldarlıqla məşğul olurlar. Burada şərab və asfalt zavodları, məişət xidməti kombinatı, respublika əhəmiyyətli iri un kombinatı var. Kürdəmir rayonunda 3 iri dövlət müəssisəsi və 10 iri özəl müəssisə fəaliyyət göstərir. 7. Ağdaş rayonu. Orta aylıq əmək haqqı 506 manat təşkil edir. Rayonun ərazisi Bərdə, Yevlax, Qəbələ, Göyçay, Ucar, Zərdab rayonları ilə həmsərhəddir. Sahəsi 1050 kvadrat kilometrdir. Avtomobil nömrəsi 3-dür. Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda yerləşir. Ərazisində gil çıxarılır. İş yerlərinin sayı az olan rayonlar siyahısındadır. 8. Sabirabad rayonu. Orta aylıq əmək haqqı 507 manat təşkil edir. Ərazisi 1469.6 kvadrat kilometrdir. Kəndlərin sayı 74-dür. Bakı şəhərindən məsafəsi 170 kilometrdir. Şəhərin iqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənayesi təşkil edir. Əhali sayı 200 minə yaxındır. Nəqliyyat kodu 54-dür. Sabirabad rayonu Respublikanın iri kənd təsərrüfatı rayonlarından biridir. 9. Ağcabədi rayonu. Orta aylıq əmək haqqı 511 manat təşkil edir. Azərbaycanın ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 kvadrat kilometrdir. Əhalisi təqribi 140 min nəfərdir. Bakıdan 374 kilometr aralıda yerləşir. Nəqliyyat kodu 4-dür. Rayon iqtisadiyyatının əsasını salam təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Ağcabədi Azərbaycanın əsas pambıqçılıq rayonlarındandır. Həmçinin taxılçılıq, üzümçülük, heyvandarlıq və baramaçılıq inkişaf edib. Rayonda yağ pendir zavodları, istehsal kombinatı var. 10. Göyçay rayonu. Orta aylıq əmək haqqı 516 manat təşkil edir. Rayon respublikamızın mərkəzində Şirvan düzünün şimal hissəsində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Ərazisi 755.3 kvadrat kilometrdir. Əhalisinin sayı təqribi 120 min nəfərdən yüksəkdir. Rayonun tərkibinə bir şəhər, 55 kənd daxildir. Göyçayda bir çox subtropik və texniki bitkilər əkilir. Rayonun cənubunda pambıq, çəltik, üzüm bağları üstünlük təşkil edir. Yeni meyvə bağları salınır. Göyçay rayonu özünün narı, heyvası, xurması, alçası, gilası, innabı ilə fərqlənir. Göyçay təbii gözəlliyi ilə tanınan onun xan çinarlarıdır. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.